Mən Vidadi Əhmədov 1968-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində anadan olmuşam. Kənd əsas məktəbində, Zərdab Texniki Peşə məktəbində təhsil almışam. 1986-1988-ci illərdə Sovet ordusunda xidmət etdim. 89-cu ildə ailə qurdum, 2 övladım var. 93-cü ildə torpaqlarımızın müdafiəsi üçün Qarabağa yollandım. Qubadlı, Füzuli, Beyləqan rayonlarında düşmənə qarşı döyüşdüm. 1994-cü ilin yanvarında ordumuz Füzuli istiqamətində əməliyyatlara başladı. Ağır keçən döyüşlərin birində 26 nəfər yoldaşım şəhidlik zirvəsinə ucaldı. Bu mənim də son döyüşüm oldu. Böyük oğlum Canəlini, üzünü görə bilmədiyim övladım Yadigarı yurduma, ailəmə, valideynlərimə əmanət qoyaraq şəhid oldum.